Beşinci yerdə gəlir elmlə məşğul olmaq. Deməli, elmlə məşğul olmağın fəziləti o qədər əhəmiyyətlidir ki, amma biz əvvəlki sadaladığım o xüsusiyyətlərə, o proqramda verilmiş o göstərişlərə riayət etməsək və ya sahib olmasaq, bizim elm əldə etməyimiz də mümkünsüz olar. Və xüsusi ilə də müasir dövrdə elm və təhsil əldə etmək üçün nəyə ehtiyac var? Maddiyyata ehtiyac var. Heç kəs deyə bilməz ki, pul olmadan mən oxuya bilərəm. İndiki dövr kapitalist quruluşudur. Kapitalizm yəni pul quruluşudur və s. Ona görə də bütün bunların hamısını təhlil etdikdə belə bir anlaşılır ki, mömin heç vaxtı öz ömrünü, öz vaxtını boşa xərcləyə bilməz. Ömrü üçün, qazandığı rozu üçün qiyamətin günündə haqq hesabı vardır. Ona görə də Allah rəhmət eləsin Sədi Şiraziyə deyir, utansın o kəs ki, ömrü puç etdi, dünyadan köçərkən xəcalət getdi. Ey bazara gedən pulsuz sərsəri, qorxuram əli boş dönəsən geri. Gülüstanın ilk səhifəsində bu şeirlərdir. Yəni bizim alimlərimiz də, mütəfəkkirlər də hamısı ömrümüzü heç vaxtı boşa xərcləməməyi bizə tövsiyə ediblər.